Salam. Analitik cəmiyyət sizinlədir Guru Markets. Korporasiya haqqında ümumi məlumatla başlayırıq. İstəsəniz videonu dayandıra bilərsiniz. Tədqiq olunan korporasiyanın bütün göstəricilərini daha diqqətlə nəzərdən keçirə bilərsiniz. İndi biz şirkətin əsas göstəricilərini müqayisə edəcəyik. Tesla Inc. Ticker TSLA. Bu icmal 22 mart 2025-ci il tarixinə olan məlumata əsaslanır. Təsnifatına görə Guru Markets Korporasiya Tesla Inc. alt kateqoriyaya aiddir. Elektric təhlildə 61 şirkət iştirak edir. Bu çox təmsilçidir. Bu videonun sonunda verilən qərarlara baxın. Sözü gedən şirkət üçün nəticə 10 baldan 4 yıl. Alt kateqoriya üzrə orta nəticə 3,5 baldır. Çox geniş baxsanız, məcmu olaraq bütün ABŞ bazarında. Qeyd edə bilərik ki, bütün ABŞ fond bazarı üzrə orta xal cəmi 1,9 baldır. Üçün 4 xalla qarşı-qarşıya gəldi Tesla Inc. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Tesla Inc. və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda şirkətin səhmlərinin olduğunu görürük. Tesla Inc. 45,2% dəyişiklik göstərib. Alt kateqoriyada qiymət dinamikasına qarşı 41,8%. Bu açıq-aydın heç nəyi göstərmir, lakin biz bu faktı yadda saxlamalıyıq. Şirkətin bazar kapitallaşması Tesla Inc. 799,91 milyard dollardır. Və alt kateqoriyanın bazar kapitallaşması 903 milyard dollardır. Tesla Inc. 88,577% paya malikdir və alt kateqoriyanın əsas lideridir. Şirkətin balans kapitallaşması 72,68 milyard dollar həcmində qiymətləndirilir. 102 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə Tesla Inc. 71,455% pay təşkil edir. Bazar və balans kapitallaşmasının paylarını müqayisə etdikdən sonra aşağıdakıları görə bilərik. Paylaş Tesla Inc. alt kateqoriyada fond bazarının kapitallaşması qiymətləndirilərkən 88,577% təşkil edir. Balans dəyəri 71,455% təşkil edir. Bu da bazar dəyərinin payından 19% azdır. Şirkətin bazar payının və alt kateqoriyanın balans dəyərinin qiymətləndirilməsi pis, -1 bal. Təhlil edilən təşkilatın maliyyə öhdəlikləri 13,807 milyard dollar təşkil edir. Kapitallaşma üzrə maliyyə öhdəlikləri şirkətin kapitalının 19%-ni təşkil edir. Şirkətin maliyyə öhdəlikləri səviyyəsində nəticə yaxşı, 1 bal. Şirkətin səhm qiymətinin mənfəətə nisbəti 112,2-dir. Alt kateqoriya üçün orta qiymət 0-dır ki, bu da alt kateqoriya üçün orta göstəricidən xeyli yaxşıdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə birja qiymətinin mənfəətinə qiymətləndirilməsi çox yaxşı, 2 bal. Son 12 ayda mənfəət 7,129 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəətin 10,69 milyon dollar olacağı gözlənilir. İndikindən 41,2% çoxdur. Gözlənilən gələcək mənfəət göstəricilərinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi yaxşı, 0,5 bal. Şirkətin qiymət-satış nisbəti 8:2-dir. 5,9 alt kateqoriya üzrə orta göstərici alt kateqoriya üzrə orta göstəricidən 39% yüksəkdir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bazar dəyərinin göstəricilərinin onun gəlirinə qiymətləndirilməsi dözümlü, -0,5 bal. Son 12 ayda gəlir 97,680 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlirin ilkin olaraq 137,960 milyon dollar olacağı gözlənilir.
indikindən 41% çoxdur. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə proqnozlaşdırılan gələcək satış həcmlərinin göstəricilərinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Marja 7,3% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici -7,4%dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 14,7% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə marjinallığın qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 47,18% təşkil edir. Bu, bazar kapitallaşma payından 88% azdır. Və bu fakt şirkətin mübadilə dəyərindəki balanssızlığı göstərir. Tesla Inc. yəqin ki, yenidən qiymətləndirməyə doğru. Şirkətin hər bir işçisi üçün bazar kapitalının məbləği $6,366,000 bərabərdir. Alt kateqoriya üçün isə $3,391,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 87,7% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən şirkət kapitalının miqdarının qiymətləndirilməsi dözümlü 0 bal. Şirkətin hər bir işçisinə düşən mənfəət $56,700,000. Alt kateqoriyada orta -$42,800,000. Və alt kateqoriya orta göstəricisi ilə şirkətin performansı arasındakı fərq $100,000. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin bir işçiyə düşən satış həcmi $777,000. Alt kateqoriyaya görə $579,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 34%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin hər bir işçisinə düşən satışın qiymətləndirilməsi yaxşı 0,5 bal. Qısa müddətli əməliyyatların həcmi 2,4%, alt kateqoriya üzrə orta hesabla 3,2% təşkil edir. Bu qısa sıxılma göstəricisidir. Göstərici ROAS 14 şirkət üçün %39 səviyyəsini göstərir. Tesla Inc. Alt kateqoriya üçün bu səviyyə 40%dir. Orta hesabla alt kateqoriyanın səhmləri şirkətin səhmləri ilə təxminən eynidir. Tesla Inc. Şirkətin səhmlərinin cari dəyəri təxminən $249. Şirkətin səhmləri üçün konsensus qiyməti $369 ətrafındadır. Faktiki qiymətlə konsensus proqnozu arasındakı fərq təxminən 48%dir. Hamı üçün əlçatan olan sifariş cədvəlinə baxaq, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəlində məlumat və arayış sistemi tərəfindən verilən mövsüm qərarları hər şeyə ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Link bağlanmış şərhdə. Şirkətin səhmlərinin qiymətləndirilməsi əsasında Tesla Inc. Səhmlərin qiymətləndirilməsi üçün məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edildi. Cari video baxış olduğu üçün ticarət açmayın. Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets. Siz bütün dünyanın ən gözəl tamaşaçısınız.